Salam uşaqlar, deməli 2015-ci il 4-cü qrup qəbul C variantı izahlarına baxaq. Birinci sual. X maddəsini müəyyən eləyin. X üzərinə gəlsin H2SO4 alınıb SO2 plus su. Yəni görürsünüz, burada bu karbon qazı aydındır ki, ola bilməz. Ya kükürdür, ya H2S, ya SO3-dür, ya da metan qazı. Ya metan da ola bilməz, çünki karbon var. Bu üç variant arasında qalırıq. İndi gəl baxaq. Bax, görürsən ki, sənin solda 2 dənə kükürdün var, amma sağda 3 dənə. Deməli, burada bir dənə kükürd olacaq. Yəni, sağdakılar soldakılara bərabər olmalıdır. İndi hidrogenə bax, 4 dənə hidrogenin var, 4 dənə hidrogenin var. Bərabər. Deməli, bu H2S deyil. İndi oksigenə baxaq. 4 dəfə 2, 8 dənə oksigenin var, 3 dəfə 2, 6, ikisi də burada 8 dənə də oksigenin var. Deməli, bu SO3 də ola bilməz. Sualın düzgün cavabı A variantı. Baxırıq 27-ci suala. Molekulunda bir izopropil və bir fenil radikallarından ibarət olan birləşmə üçün, yəni molekulunda bir izopropil və bir dənə fenil. Uşaqlar, fenil C6H5-dir, yəni benzoldan bir hidrogen qopardıqda qalan radikal. İzopropil radikal da budur. CH3 kumoldur da, izopropil benzol və yaxud da buna kumol deyirik. İndi baxaq. Hansı ifadə doğru deyil? Katalitik oksidləşməsindən asetonla fenol alınır. Bəli, doğrudur. İzopropil benzolun oksidləşməsindən sulfat turşusu iştirakında fenolun və asetonun alınmasıdır. Benzolun homoloqudur. Bəli, uşaqlar doğrudur. Yəni C6 benzol sıra karbohidrogenlərinə aiddir. Benzola radikal birləşir. Polimerləşir yanlışdır. Çünki 2 qat rabitəsi yoxdur. 2 qat rabitəsi yoxdursa polimerləşə bilməz. Sualın cavabı yəqin ki A, B, C. C variantı yalnız 3. Davam edirik 28-ci sualla. C3H7, CO, CH3, CH3, CO, C3H7 ifadələr üçün doğrudur. İzomerdirlər, sadə efirlərə aiddirlər, hidroz nəticəsində eyni maddələr alınır. Yoldaşlar, izomerdir, bəli, çünki hər birinin, bunlar sadə efir deyil, mürəkkəb efirdir. Hər birinin ümumi formulunu yazsaq, C3, 4, 4-ün üstə 1, 5, C5, fikir ver, H, O2 formulu. İndi buna baxaq. 1, 2, C5, H7-si burada, 3-ü burada, H10, O2. Ortaq formullar indi bir-birinin izomeridir. Doğrudur. Sadə efirlərə aiddir, səhvdir, mürəkkəb efirlərə aiddir. Hidroz nəticəsində eyni maddələr alınır, yanlışdır. Uşaqlar, bunlar mürəkkəb efirlərdir. Niyə yanlış olacaq? Gəl baxaq. Bax, birinci nədir? C3, H7, C, O, CH3. İkinci də uşaqlar CH3, CO, C3H7. Bax, hər ikisinin hidrolizindən fikir verək. Bura spirt tərəfdir, bura yenə spirt tərəfdir. Bunun hidrolizindən C3H7, COH ilə yağ turşusu ilə metil spirti CH3OH alınacaq. Amma bunun hidrolizindən uşaqlar CH3, COH ilə sirkə turşusu ilə deməli C3H7OH əmələ gələcək. Diqqətli olmaq lazımdır. Doğrunu soruşur deyə yalnız 1, 28-də eləyəcək D variantı. 29-cu suala baxırıq. Deməli, natrium OH ilə bir dənə fikir verin. Y maddəsi uşaqlar həm natrium OH ilə, həm yəni əsasla, həm turşularla reaksiya daxil olursa Y amfoter xassəyə malikdir. Mis getdi, qızıl getdi. Ya cavabım B-dir, ya cavabım C-dir. Uşaqlar, platinlə qızıl dedik ki, heç ilə reaksiya daxil olmur. Yəni, qızıl nitratla reaksiya daxil olmaz. Ona görə C-də gedir. Bir dənə qalır cavab B variantı. 30-cu sual. Hansı maddələr amfoter xassə göstərir? Kalsium əsasi xassədir, magnezium əsasi xassədir, əsas, sink, berilyum. Dedik ki, berilyumun, sinkin, alüminiumun həm özləri, həm oksidləri, həm də hidroksidləri amfoter xassəyə malikdir. 30-da eləcək sualın cavabı C variantı. 31-ci sual tarazlıqda olan sistemə A maddəsi əlavə etdikdə B maddəsi. Uşaqlar, bu tip sualları necə işləyirdik? Deməli, A maddəsi əlavə edirsə, deməli, bax, əvvəlcə tarazlıqdadır. Bax, əvvəlcə düz tarazlıqdadır. Lakin bizə deyir ki, A maddəsinə əlavə eləsək, deməli, A-nın miqdarı artar. A-nın miqdarı azalırsa, B maddəsini soruşur. B-nin miqdarı azalacaq və zaman keçdikcə ikinci tarazlıq vəziyyəti yaranacaq. O da bir dənə hansı varianta uyğundur? Cavab B variantı.
Əgər A-nın özünü soruşsaydı uşaqlar, A-nın özünü soruşsaydı cavab Y variantını götürə bilərdik. Davam. Hansı sxem üzrə alınan reaksiyadan qaz kalsium hidroksid məhlulunu bulandırır? Kalsium hidroksid məhlulunu bulandıran qaz deyirsə, karbon qazı olur. O da hansı reaksiyadan karbon qazı alınır? Birbaşa deyirəm, cavab Y variantı. Niyə? Çünki bax, xlorid turşusu karbonat turşusunun duzundan sıxışdırıb çıxarır. Alınır kalsium xlor 2, üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Əmələ gələn karbon qazı kalsium hidroksid məhlulunu bulandırır. Davam edək 33-cü sualla. 33. Deməli, hansı sxem üzrə gedən reaksiyada alınan maddələrdən molekulda asimetrik karbon atomu var? Uşaqlar, asimetrik karbon atomu nədir? Deməli, bir karbonu 4 müxtəlif radikal birləşsin. Məsələn, bu doymamış turşudur. Bunu hidrogenləşdiririk, doymuş turşuya çeviririk. CH3, CH2, COOH. Elə asimetrik karbon atomu yoxdur, çünki 3 dənə hidrogen birləşib. Asimetrik karbon atomu yoxdur, 2 dənə hidrogen, asimetrik karbon atomu yoxdur. Ona görə bir yanlışdır. Bir yanlışdır, bir yanlışdır, bir yanlışdır. 2, 3, 2 ilə 5-də dəqiqdir, 3 ilə 4-də baxaq. 3 ilə 4-də. Uşaqlar, elə cavab 3 olacaq. Niyə? Dedik ki, süd turşusunun formulu nədir? CH3, CH, OH, COOH. Fikir ver, süd turşusunda olan bu karbon atomu optiki cəhətdən aktiv, yəni asimetrik karbon atomudur. Niyə? Çünki ona bir dənə metil birləşib, bir dənə hidroksil, bir dənə karboksil, bir dənə də hidrogen radikalı birləşib. Ona görə cavab B variantı. Davam edirik 36-cı sualla, 34-cü sualla. Deməli, molekulunda N sayda karbon atomunun hansı sinif birləşmələrinin 1 molun tam yanmasından N+1 sayda su alınır. Uşaqlar, bu doymuş bir atomlu spirtlərdə artıq bunu əzbərləsəz yaxşı olar. Bütün bir atomlu spirtlərdə, 2 atomlu spirtlərdə, 3 atomlu spirtlərdə hamısında N sayda karbon qazı, N+1 sayda da su alınır. N+1 sayda da su alınır. Bu da sualın cavabı A variantı. 35-ci sual və yaxud da gördünüz, olmursa yerinə bir dənə maddə qoyub yaza da bilərsiniz. 35-ci sual. Bax uşaqlar, Y-dən gələk, çünki burada dəmirlə reaksiyasından dəmir 3O4 alınıb. Yəqin ki, bu su olacaq. Hidrogen peroksidindən bunu biz danışmamışıq. Bu, əgər sudursa, elə sudursa niyə? Çünki hidrogen oksigen reaksiyasına su alınır. İndi, dəmir 3O4 və burada Z maddəsi onda olur hidrogen. Hidrogen də kalsiumla reaksiyasından alınır. Kalsium H2. X kalsium H2, Y su, cavab 35-də eləyəcək C variantı. 36-cı sual. Baxaq. Etil xlorid molekulunda xlor atomu, etil xlorid, etil C2H5, xlorid deyirsə C2H5 xlor. Xlor atomunu izobutil radikalı ilə əvəz etdikdə, uşaqlar, izobutil hansıdır? Bax bu, izobutil. CH2, CH, CH3, CH3, izobutil. Beynəlxalq deyirsə, gəl etili də açaq, etili də açaq, CH2, CH3 kimi. İndi 1, 2, 3, 4, 5. 2 metil pentan. 2 metil pentan, 36-da sualın düzgün cavabı variantı. 37. Hidrogen xlorid qazı metil aminin suda məhluluna buraxdıqda, deməli, metil amin CH3 NH2. Bunun üzərinə deyir hidrogen xlorid burax, metil amin deməli əsası xassiyyəyə malikdir, turşu ilə reaksiya daxil olub duz əmələ gətirir. CH3 NH3 xlor. Buraxdıqda deyir 27 qram duz əmələ gəlmişdir. Reaksiyada verilən, sualda verilən hər bir şey bizim şərtimiz, onu reaksiyanın üstündə yazırıq. 27 qram duz əmələ gəlmişsə, reaksiya neçə litr hidrogen xlorid? X litr hidrogen xlorid. Hidrogen xlorid 1 moldur, yəni 22.4. 1 molda kütləsini verib 67,5. Buradan X-i hesablasaq, deməli 22,4 vurulsun 27 bölünsün 67,5. 8,96. Sualın düzgün cavabı 37-də eləyəcək C variantı. Davam. 38-ci sual. X, Y, Z, T elementləri 3-cü dövrdə yerləşir. Aha, lap yaxşı.
Tutaq ki, birinci dövr, ikinci dövr, üçüncü dövr. Və belə. Yəni, üçüncü dövrdə yerləşən bax bu elementlərdir. Y z-ə nisbətən elektron daha asan alır. Y z-ə nisbətən Y və Z-ə nisbətən X elektron daha asan. Uşaqlar, elektronu daha asan alırsa, bunun oksidləşdiricilik qabiliyyəti yüksəkdir. Biz də deyirik, bu istiqamətdə oksidləşdiricilik artır, elə. Deməli, X bunlardan daha yüksək oksidləşdiricidir. Ya bu Y, Z, X olacaq, ya Z, Y, X. Bunlardan biri. Davam. Z-ə nisbətən Y elektronu çətin alır. Z-ə nisbətən Y. Deməli, bu Z elektronu daha asan alır. Elektron daha asan alırsa, bunun oksidləşdirici qabiliyyəti daha yüksəkdir. Oksidləşdirici qabiliyyəti daha yüksək olan bu tərəfdə yerləşir. Deməli, Z Y-dən daha bu tərəfdə yerləşəcək. Onda, məsələn, bu variant düzgün gəlir. Onda bunu çıxdıq. Aha. Bir dənə gözləyin uşaqlar. Üzr sayın, zəng gəldi. İzahın ortasında. Bax, Y, bax, üçüncü dövr tutaq ki, budur. Y və Z-ə nisbətən X elektron daha asan alır. Yəni, oksidləşdirici qabiliyyəti daha yüksəkdir bunun. Elektronu asan almaq nə deməkdir? Oksidləşdirici qabiliyyəti yüksək olmaq. Deməli, X, Y Z-ə nisbətən daha sağda yerləşir. Ya da Z, Y, X. İndi, Z-ə nisbətən Y elektron daha çətin alır. Deməli, Z daha asan alırsa, bunun oksidləşdirici qabiliyyəti daha yüksəkdir. Yəni, bu Y-ə nisbətən daha solda yerləşəcək. YZ. YZ, yox dayan. YZ. Onda bu ola bilər. Sonra, T elektron alıb vermir, bir atomlu bəsit qaz alır. Deməli, uşaqlar, T nədir? Təsirsiz qaz. Təsirsiz qaz. Onda T təsirsiz qaz ən axırda yerləşir. Bu üçünü də gətirib olduğu kimi Y, Z, X kimi yazarıq. Bizdən nə soruşur? Elementin sıra nömrəsinin azalması. Bu istiqamətdə sıra nömrəsi artırsa, əkisini azalır. T, X, Z, Y. T, X, Z, Y. Cavab 38-də variant. Yenə ammonium hidrokarbonatın parçalanmasının alınır. Ammonyak, üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Bax, oksigenlə reaksiya daxil olmuş uşaqlar, fikir verir. Oksigenlə reaksiya daxil olan bir dənə ammonyakdır. Deməli, ammonyak Y-dir. Hibrid orbitallarının sayı, molekulunda hibrid orbitallarının sayı, deməli, burada karbon qazında sp-yi birləşmədir, suda oksigenda sp3 birləşmədir. Bunun 2 hibrid orbital var, bunun 4 hibrid orbital var. 2 olan, deməli, X karbon qazıdır, onda Z də olur su. Hansı maddələr mis-2 oksidinə reaksiya daxil olar? Deməli, X karbon qazı mis-2 oksidinə reaksiya daxil olmaz. Yəni, X daxil olmadı. Y nədir? Ammonyak. Ammonyak mis-2 oksidlə bəli. Alınır mis, N2, üzərinə gəlsin su. Y daxil olur. Misoksid karbon qazı ilə. Yoldaşlar, misoksid əsası oksid. Yox, mən nə yazırım? Misoksid əsası oksiddir. Əsası oksid, turşoksin reaksiya bu daxil olacaq. Mis karbonat verir. Mis SO4 nədir? Mis karbonat. Bu reaksiya gedir. Mis karbonat. Bu reaksiya gedir. Sonradan çatdım mən. 39. Sonra Z nədir? Su. Uşaqlar, su baxmayaraq ki, misoksid əsası oksiddir. Su əsası oksidlərdən yalnız birinci, ikinci qrupun əsas yarım qrup elementləri. Mis əlavə yarım qrup elementidir. Onun oksidinə reaksiya daxil olmaz. X ilə Y 39-da B. 40-a baxaq. Hansı reaksiyalar? Hə, bax, mümkündür uşaqlar. Bunu da sizə yazdırmışam. Diqqətli olun. Birinci reaksiya mümkündür. Kalium ortofosfatının üzərinə H3PO4 gəldi. Kalium hidroortofosfat alınır. Bir doğrudur.
Bu da 2 də doğrudur uşaqlar. Kalium 2HPO4-ün üzərinə kalium dihidroortofosfat alınır. Bu da doğrudur. Amma uşaqlar artıq kalium dihidroortofosfatın üzərinə H3PO4 gəldikdə bir dənə fikir ver. Kalium bir dənədən kalium 2 dənəyə necə keçid eləsin? Ola bilməz. 3 yanlışdır. Ona görə 1 ilə 2 40-da olacaq E variantı. Davam. 41. Katodda su reduksiya olunur, anodda su oksidləşir. Katodda su reduksiya olunursa, katodda hidrogen alınmalıdır, anodda su oksidləşirsə, anodda oksigen alınmalıdır. Bax, kalsium xloridini artıq şifahi yazıram. Özünüz elektroliz dərsinə baxarsınız, birbaşa gedirəm. Katodda su reduksiya olunursa, bu oksigensiz duzdur. Özü də aktiv metalının duzu olmalıdır. Elə cavab biri 1-dir, biri də 3. Məsələn, bax, kalsium xlor2-nin suda məhlulunun elektrolizi. Katodda alındı hidrogen, anodda alındı xlor, məhlulda qaldı kalsium hidroksid. Daxil olub zəhmət çəkib elektroliz dərsinə baxarsınız. Mən burada bir də onları izah eləmirəm. Sadəcə testlər izah edirəm. Məsələn, mis SO4-də, mis SO4-də üzərinə gəlsin suda məhlulun elektrolizi. Katoda hidrogenlə mis gedir, mis ayrılır. Anoda SO4-lə oksigen ayrılır, H2SO4 da qaldı. Dedik, əgər hidrogen alınırsa, katodda su reduksiya olunur, anodda oksigen alınırsa, anodda su oksidləşir. Ona görə sualın düzgün cavabı 41-də variant. Biraz qəliz izah edə bilərəm, amma qəliz izah deyil. Elektrolizin açın testlərinə baxın. 42-ci sual. 8 qram alkanın tam yanmasından bu qədər. Birbaşa yazıram. CnH2n topla 2 alkandır. 1 mol alkandan n mol karbon qazı alınır. Yazıb ki, 8 qram alkandan 8 qram alkandan 11,2 8 qram alkandan 11,2 üzrü sayın. CnH2n topla 2-dən əmələ gəldi karbon qazı n mol. Və 8 qramından verib 11,2 litr karbon qazıdırsa, alkana 14-dən topla 2 yazarıq. Orada 2-ni ortaq vurub çıxartdıq, 7-dən topla 1. Buna da 22,4 vurulsun n sayda karbon qazı. Burada 2, burada 1. Bu 1, burada 4. 4 dəfə 2, 8n bərabər 7n topla 1-ə. N də buradan bərabərdir 1-ə. Bu alkanın və 1 mol reaksiya daxil olur. Uşaqlar, bu alkan nədir? Karbonu 1 olan alkan. Metan. Aqreqat halı metanın qazdır. 1-dən 4. Maye getdi, bərk getdi, maye getdi. Və 1 mol reaksiya daxil olur. Dedik ki, uşaqlar, alkanda nə qədər hidrogen varsa, həmin qədər özünə xlor birləşdirmir, əvəz eləyir daha doğrusu. Əvəz etmə reaksiyasına daxil olur. O da eləyəcək D variantı. 43. Uşaqlar, anilin deməli nitrobenz C6H5NO2-nin reduksiyasından alınır. Deməli, onda Y C6H6 benzoldur. Nəyin bu da onda olacaq C6H5 deməli C6H5 deməli nə olar? Bu bir dənə gözlüyün görüm. Bax, bu nitrobenzoldur. Anilin alınır da. Nitrobenzolun reduksiyasından C6H5NO2 nitrobenzol. Nitrobenzol nitrat turşusunun C6H6-dan alınır. İndi nəyin natrium OH ilə C6H5 xlorun C6H5 xlor olmasın, C6H5 COO natrium ola bilər. Dayan, C6H5 COO natrium olar ki, onun natrium OH ilə reaksiyasından natrium 2CO3 və benzol qalar. Və natrium 2CO3 budur, benzol da budur. Deməli, bizdən soruşur X maddəsini, yəni bunun nisbi molekul kütləsi. C6, bir dənə də burada C7, H5, O2, natrium. Karbon 12-dir, 12-ni vurdun 7-yə, 84 üzərinə gəlsin 5, 89, üzərinə gəlsin 32, 1, 121, üzərinə gəlsin 23, 4, 4, 144. Sualın düzgün cavabı 43-də Y variantı. 44. Görürsünüz, reaksiyanı bilməsəz yaza bilmərsiniz. 2A plus B.
Neyini uşaqlar? 2A plus B. Gəl bunları tərəf-tərəfə toplayaq. Bax, burada bir dənə A var, burada bir dənə A. Elədi 2A. Üzərinə gəlsin B, üzərinə gəlsin C, alınır C plus D, üzərinə gəlsin 240-ın üzərinə 110, 350 kilojoule. C-lər getdi, 2A. Üzərinə gəlsin B, alındı D, üzərinə gəlsin 350 kilojoule. Reaksiyanın istilik effektini soruşur. Müsbət 350 kilojoule. 44-də eləyəcək cavab B variantı. 45. Hansı birləşmədə xlorun kütlə payı daha çoxdur? Artıq bu sualları şifahi özünüz bilməlisiniz. Kütləsi kiçik olanı. Niyə uşaqlar? Bax, çünki məxrəc artdıqca qiymət azalır. Bax, sən bununla bunu müqayisə eləsən, birincidə xloru tapmaq 35,5-i bölürsən bunun kütləsinə. Məsələn, burada isə 35,5-i sadəcə bölürsən 36,5-ə. Uşaqlar, məxrəc, bax, fikir ver, məxrəc burada nisbətən kiçikdir, burada nisbətən daha böyükdür. Yəni, bir də izah edeyim, bax, H-xlor kütləsi kiçikdir H-xlor O-dan, onun da kütləsi kiçikdir H-xlor O2-dən, onun da kütləsi kiçikdir H-xlor O3-dən, onun da kütləsi kiçikdir H-xlor O4-dən. Bax, fikir ver, bunların hər birində kütlə böyüyür, yəni məxrəc böyüyür. Əgər məxrəc böyüyürsə, kəsin qiyməti kiçilir. Ona görə kütlə payı ən çox olan olacaq H-xlor. Başa düşməsəz, yenə də soruşarsınız. Sadə riyazi bir prinsipdir. Davam eləyək. Hansı maddələrdə adi şərtdə hidrogen rabitəsi əmələ gəlir? Uşaqlar, CO-nun deməli birin biri alınır metil spirti CH3OH, X maddəsi metil spirtidir. Metil spirtində hidrogen rabitəsi var. X-i götürə bilərik. Metil spirtin natriumla reaksiyasından olur. CH3O natrium hidrogen rabitəsi itdi, qırıldı, yoxa çıxdı, Z-i çıxdıq. CO-nun X-la. X nə idi? CH3OH-la. CH3OH-la alınır CH3COOH. Karbon turşusu, burada da hidrogen rabitəsi var. Ona görə cavab X-dan Y, sualın düzgün cavabı 46-da C variantı. Davam eləyək uşaqlar. 47-ci sual toplumun məşhur suallarından rahat bir sualdır. Bax, kalium sulfat, natrium sulfat, kalsium sulfat ümumi metalların kütlə payını 40% verib. Yəni, burada bu qarışıqda kaliuma, natriuma, kalsiuma düşən kütlə payı 40%-dir. Onda SO3-lərə düşən kütlə payı nə qədər edir? 100-dən 40-ı çıxaram 60%. İndi gəl SO3-ə baxaq. Kütlə payı deyil, kütlə nisbətindən gedək. Kükürt 32, oksigen 16 vur 3, 48. Hər tərəf 16-ya bölsək, 2-nin 3-ə nisbətdə. Hərəsində bir x-dən ifadə edəcək. 2x kükürtdür, 3x da oksigen və bunların kütlə payı neçə faizdir? 60%. Buradan 5x bərabərdir 60-a, x bərabərdir 12-yə. 2x kükürdüydü. 2-ni vurdun 12-yə, 24 kükürdün kütlə payıdır. 12-ni vurdun 3-ə, 36 da oksigen kütlə payıdır. 24 kükürt, 36 oksigen. 1-lə 5. Topluluğun məşhur sualdır. Ekran kaydı gedirdi. Aha. Məhlul məsələsi qəşəng məsələdir. Bu qədər kristal hidratı suda həll edilmişdir. Almış birləşmədə MiSO4-ün kütlə payı. Uşaqlar, birinci biz burada MiSO4-ün özünü tapmalıyıq. Bax, kristal hidratı MiSO4 vurulsun 5 molekula su. Bunun öz kütləsi nə qədərdir? 250. Bunun 250-sində nə qədər mis sulfat var? 160. Amma kristal hidratı nə qədər verib? 25 qram. Yazıram 25 qrama x. X bərabərdir 16 qram mis SO4. Bu olur mənim həll olanım. Mənə məhlul da lazımdır. Məhlul da bərabərdir həll olanla həll edici. Elə. İndi, amma ümumi bax bu qədər kristal hidrat. 25 qram deməli həll olandır. Kristal hidrat. 175 qram da sudur. 175 qram da sudur. Eləyir 200. Onda omega bərabərdir. Həmin bu həll olan birləşmənin içərisində olan həll olan, yəni mis sulfat 16 qram bölünsün ümumi məhlul 200 qram vurulsun 100%. O da bərabərdir. Buradan sıfırlar gedər. Eləyər 8%. Sualın düzgün cavabı. Bundan da topluluqda çox testlər var. Hamısını da işləmişik.
49-cu sual. Deməli, bu reaksiyanın alındı C3H6, buradan da alındı polipropilen. Dehidrogenləşmə reaksiyasının praktikə çıxımı 50%, bu reaksiyanın praktikə çıxımı 50%, polimerləşmə reaksiyasının praktikə çıxımı isə 80% olarsa 100 moldan neçə? Gəl, bax, 1 mol C3H8-dən 1 mol C3H6 alınırsa, deməli 100 mol götürüb, 100 moldan da elə 100 mol alınmalı idi. Amma reaksiyanın çıxımı 100% olarsa, həmin bu 100-ün 100% praktiki çıxımla alınır. Bizə verilib birinci reaksiyanın praktiki çıxımı 50%-dir. X deməli alındı 50 mol C3H6. Təzədən polimerləşmə reaksiyasına baxaq. Artıq bizə buradan deməli polimerin kütləsini soruşur da. Polimer nədir? CH2, CH, CH3. Yenə C3H6-dır da polimer. İndi yazaram. C3H6-dan alıram CH2, CH, CH3. Elə 1 molundan CH6 12-ni vurdun 3-ə 36, 36-nın üstü 6 42 qramdırsa, mən tapmışam 50 mol. 50 moldan x. Buradan x bərabərdir 0, 5 dəfə 2, 10, 1 yadda 2100. Reaksiyanın özünə görə tapdığım hər bir şey 100%. 2100-üm əgər ümumi 100%-dirsə, mənə verib praktiki çıxım olsun 80%. 80-i də yazaram x. X buradan bərabərdir 1, 0, 2, 0, 1, 0, 2, 0. 16, 8, arxasına bir dənə 0. 1680. Qəşəng sualdır. 50-ci sualla yekunlaşdıraq. Deməli, 1 mol maddə tam reaksiya daxil olan oksigenin kütləsi. Hər birinin reaksiyasını yazmalıyıq uşaqlar. Deməli, litium üzərinə gəlsin oksigen alınır. Litium 2O. Oksigen 2-dir, bura 1, 2 yazdıq. Litiuma düşdü 4. Deyir ki, 1 molundan, bax bunun 4 molundan 32 qramdırsa, 1 molundan x. X buradan bərabərdir 32-ni 4-ə bölürsən 8 qram. Deməli, A gedir x-a. Daha doğrusu y-ə. Sonra silisium oksigenlə reaksiya daxil olur, elə verir silisium O2. Elə bunun 1 molundan elə 32 qram oksigen. B gedir x-a. Sonra magnezium. Magneziumun oksigenlə reaksiyasını yazsın, alındı magnezium oksid. Bura 1, 2, bura 1, 2. Bunun ikisindən 32-dirsə, biri ilə x bərabərdir 16. C gedir 16-ya. Alüminium. Alüminiumun oksigenlə reaksiyası alınır. Alüminium 2, O3. Oksigen 2-dir. Bura 1, 2, bura 1, 3, bura 1, 4. 4 molundan 3 vurulsun 32-dirsə, 1 molundan x. Buradan x bərabərdir. 3 vurulsun 32 bölünsün 4. Burada 1, burada 8 eləyir 24. Heç birində yoxdur. Denib atdıq. Sink üzərinə gəlsin oksigen, alındı sink oksid, yəqin ki, yarısı qədər eləyəcək. Bura 1, 2, bura 1. 2-yə 32-dirsə, 1-ə x bərabərdir 16. Y də gedir 16-ya Z-ə. B, A, S, Y.